Prezident Administrasiyasının sabiq rəhbəri hazırda bir neçə maddə ilə barəsində istintaq aparılan Ramiz Mehdiyevin vəzifədə olduğu müddətdə saysız hesabsız daşınmaz əmlaka, villalara, ictimai yaşayış müəssisələrinə, torpaq sahələrinə sahibliyi heç kimə sir deyil. Bu barədə onunla bağlı yazılan məqalədə deyilir. Məqalədə daha sonra bildirilir ki, stat: mediada bu barədə kifayət qədər təsnifatlı məlumatlar var ki, bu məlumatların hər biri Ramiz Mehdiyevin bitmək bilməyən sərvət ərisliyindən xəbər verir. Ramiz Mehdiyevin var-dövlət ərisliyi o səviyyədə olub ki, sabiq aparat rəhbəri qəbirstanlıq ərazilərini belə zəbt etməkdən, ələ keçirməkdən özünü saxlaya bilməyib. Çoxları üçün inanılmaz görünsə də Ramiz Mehdiyev administrasiya rəhbəri olduğu dönəmdə Novxanı kəndindəki 100 hektarlarla torpaq sahəsi ilə yanaşı Novxanı qəbirstanlığına məxsus ərazinin də bir hissəsini zəbt edərək öz şəxsi əmlakına çevirib. Nəticədə bugün Novxanı kəndinin sakinləri öz ölülərini dəfn etməyə yer tapa bilmir. Məcburiyyət qarşısında onları digər kənd və qəsəbələrdəki qəbirstanlıqlarda dəfn edirlər. Kənd sakinləri tələb edir ki, vaxtilə Ramiz Mehdiyev tərəfindən zəbt edilən qəbirstanlıq ərazisi geri qaytarılsın və sakinlər haqq dünyasına qovuşan yaxınlarını dəfn etmək üçün uzaq kənd və şəhərlərdə qəbir yeri axtarmaq məcburiyyətində qalmasınlar. Statın sonu.